Salamlar. Xroniki stressi həyatından necə səpətləmək olar adlı bir məqalədir. Amma hələ ki açılmır. Baxaq görək. Stres faydalı ola bilər. Hansı ki bizim produktivliyimiz yüksəlir və сообразительность yüksəlir. Но вот хронический стресс может способствовать развитию депрессии, ожирения и тяжелых заболеваний сердечно-сосудистой системы. Чтобы не запустить ситуацию, прислушайтесь к рекомендациям Американской психологической ассоциации. Откажитесь от всего лишнего. Обязанностей, не связанных с работой, социальные, волонтерские. Задействуйте группу поддержки. Сделайте шаг к здоровому образу жизни. Укрепив здоровье, enerjini yükseltmiş olursan, сокращение употребления kafeina. Tədqiqatlar göstərir ki, kafeinsiz insanlar özünü çox spokojno, sakit, toxunulmaz, hərəkətsiz, başqa cür hiss edir də, yəni qarnında gəzən qurtlar falan, belə hərəkətlənən bir şeylər olmur, onu narahat eləyən. Proqulkalardan danışır, fiziki aktivlikdən, enerji yüksəltmək üçün, konsentrasiyanı yüksəltmək üçün, diqqəti və diqqətin konsentrasiyasını, konsantre olmayı kolaylaşdırır, снизит тревожность, fiziki naqruzkalar yüksəldir, endorfin istehsalını deyirlər deyəsən və stres hormonunun выработкasını azaldır. Nalatçı son. İnsanlar hansı ki xroniki stres keçirir, adətən pis yatırlar və yuxusuzluqdan əziyyət çəkirlər. 7-8 saat yuxu lazımdır. Sakit musiqi dinləmək, yaxşı kitab oxumaq, vanna qəbul etmək, meditasiya ilə məşğul olmaq. Старайтесь мыслить позитивно. Və bu qədər.